Cədvəllərdən verilənlərin seçilməsindən əlavə, sorğulardan statistik parametrlərin hesablanması üçün də istifadə etmək olar. Məsələn, hər pedaqoqun qruplarının miqdarını hesablamaq üçün konstruktor rejimində sorğu yaradaq. Bazanın əsas pəncərəsində sorğular Queries düyməsini basın. Sorğunun konstruktor rejimində yaradılması Create Query in Design View işarəsinin üzərində mausun düyməsini 2 dəfə basın. Açılan dialoq pəncərəsində kadrlar sətrini seçin. Əlavə etmək Add düyməsini basmaqla seçdiyiniz cədvəli sorğu konstruktorunun yuxarı hissəsinə keçirin. Sonra qruplar sətrini seçin və konstruktorun yuxarı hissəsinə əlavə edin. Cədvəllərin seçilməsi Show Table pəncərəsini bağlayın. Konstruktorun pəncərəsində əlaqə xətti ilə birləşmiş 2 cədvəlin sahələr siyahısı yaranır. Menyunun Görünüş View bəndini açın və Yekun Totals sətrində mausun düyməsini basın. Sorğunun aşağı hissəsində Total sətri əlavə olunacaq. Bu sətir sahələrin qiymətləri ilə statistik hesablamalar aparmağa imkan verir. Kadrlar cədvəlinin soyadı sahəsini mausun oxu ilə götürüb sorğunun aşağı hissəsindəki birinci sütunun birinci xanasına gətirin. İkinci sütunun birinci xanasına kadrlar cədvəlinin adı sahəsini gətirin. Üçüncü sütuna qruplar cədvəlinin qrup sahəsini gətirin. Bu sütunun yekun Total xanasının açılan siyahısından sayı Count sətrini seçin. Qurulmuş sorğunun yekun əməliyyatları nəticəsində kadrlar cədvəlindəki hər bir nəfərə aid olan qruplar cədvəlinin yazılarının miqdarı hesablanıb sorğudakı qrup sahəsində göstəriləcək. Sorğunu yerinə yetirin. Sorğunu bağlayın. Onun strukturunun qoruyub saxlamaq üçün Hə, Yes seçin. Dialoq pəncərəsində yekun sorğusu adını yazın. OK düyməsini basın.